Bayaq dediyimi təkrar edirəm. Burada son günlərdə bu məsələ bağlı artıq bir neçənci dəfədir sual verilir. MDB münasibət belə olmalı. Strateji münasibəti mən dedim. Bizim yəni Rusiya ilə cümlədə münasibətimiz MDB çərçivəsində yox, iki tərəfli daha çox münasibətlər şəklində olmalıdır. Bir. Çünki əvvəl-axır MDB-nin artıq çağ dışı olduğu və indiki geopolitik xüsusən situasiyada bir növ atavizmə çevrildiyi məsələsi gündəmə gəlir. Bu açıq aydın demək görünür və bu baxımdan amma bu həm də MDB-nin demək aradan qalxması xeyli dərəcədə Rusiyanın özünün taleyi ilə bağlı olan bir məsələdir və necə ki SSR o vaxt dağılmışdı. Yəni bunun əminliklə demək olar ki, söhbət hansı əsrlərdən yox, artıq yaxın və orta dövrdə Rusiyanın özünün də bu şəkildə dağılması prosesi baş verəcək bir imperiya olaraq söhbət ondan gedir. Və mən bunu deyirəm ki, yəni biz necə ki SSR dağılanda, eləcə Rusiya dağılanda onun o dağıntıları arasında xalqımızın və dövlətimizin gərək qalmasına və ondan müəyyən zədələr almasına maksimum yol verməyək. Bunu nəzərə almaq lazımdır. Amma eyni zamanda demək burada ikinci bir məqam da var, ikinci bir məsələ də var. Mən bunu yenə təkrar olacaq, çünki bunu son günlərdə bir neçə dəfə demişəm ki, yəni Rusiya Ziya Gökalpın dediyi kimi deyirdi, Rusiya dağılıb viran olacaq, Türkiyə böyüyüb turan olacaq. Rusiya şübhəsiz ki dağılacaqdır və biz strategiyamızı qurarkən həm də bunu nəzərə almalıyıq ki, Rusiyanın böyük ehtimalla çox böyük ömrü qalmayıb. Yəni dağılmanın əlamətləri. Lakin Rusiya dağılıb niyə viran olur ki? Rusiya dağılıb turan olsun. Yəni Türkiyə böyüyüb turan olur, Rusiyada dağılıb turan olur. Yəni mən bunu bir obrazlı, simvolik şəkildə deyirəm. Şübhəsiz ki, Rusiyada yaşayan xalqların, o cümlədən Rus xalqının da özünün bir milli demək orqanizm olaraq, xalq olaraq, millət olaraq hüquqlarının əzilməsi falan demək deyil. Yəni bunu da biz nəzərə alaq. Obyektiv gedən siyasi proseslər demək bunu proqnozlaşdırmağa deməyə imkan verir. Və o baxımdan da yaxın dövrdə, mən yenə qayıdıram konkret bu günə və o hadisələrlə bağlı, yaxın dövrdə, o cümlədə 2026-cı ildə yeni gəlinliklərin yaşanması istisna deyil, baxmayaraq Azərbaycan Rusiya ilə münasibətdə. Konkret olaraq bu məsələlər konservasiya olunub keçirildisə növbəti ilə və bunun yəni Rusiya təslim olmadan, belə deyək ki, və özünün belə qanuna uyğun, beynəlxalq hüquqa uyğun, ədalətə uyğun müəyyən addımları atıb bu məsələni bağlaya bilərdi. Bağlamazsa deməli bu məsələnin Rusiya üçün bu məsələni həll etmək əslində çətin deyildi. Görünür ki, Azərbaycan üçün isə açıqcası Azərbaycanın bu məsələdə geri çəkilməsi Azərbaycanın təslimçiliyi demək olar da mümkün deyil Azərbaycan üçün. O baxımdan yəni burada hər iki tərəf güya qarşılıqlı güya geriyə addım atsın kimi məsələ durmur. Söhbət buradadır ki, burada istər hüquq, beynəlxalq hüquq, istər ədalət prinsipi ilə əgər hərəkət edəcək, Rusiya bunu addımı ata və Rusiya üçün asandır bu. Rusiyanın insanları həlak olmayıb, təyyarə bizimdir, insanlar bizimdir, ictimai rəyin olduqca ciddi buna demək həssasiyyəti var və s. O baxımdan da bunu ötürdüsə Rusiya 2026-cı ilə deməli müəyyən gərginliklərin o verilən mesajlara baxmayaraq Telegramda, danışıqlarda və s. də demək gərginliklərin yaşanmasında belə görünən budur ki, Rusiya maraqlıdır və bu gərginliklər hətta 2026-cı ildə də görəcək. Digər tərəfdən şübhəsiz ki, Azərbaycan prezidentinin Sankt-Peterburqa getməməsi də buna adekvat cavab verir. Çox ciddi cavabdır. Yəni əlbəttə Azərbaycan görünən budur ki, Rusiya ilə birbaşa gərginliyə getmək tək xüsusən vəziyyətdə və getmək istəmir və bu məsələlərdə situativ belə deyək ki, vəziyyətlər daim dəyişən vəziyyətlərdə hətta dəyişən qərarlar qəbul etmək lazım gəldiyi də görünür, göz qabağındadır.